Salam gözəl xanımlar, necəsiz? Bugün mən mətbəximdə aş hazırladım və bunu sizinlə də paylaşdım. Əgər bu dadlı və ləzzətli aşdan siz də hazırlamaq istəyirsinizsə, videonu izləyin. Necə hazırladığıma baxın. Videonu bəyənin, kanalıma abunə olmağı da unutmayın. İlk öncə sobanın üzərində soğanı dilim-dilim doğrayıb, yağ əlavə edib qovururam. Lobyamız mərci ilə suda qaynayır, pişir. Burada isə ətimiz pişir. Düyünü suda ıslağa qoymuşuq. Soğanı qovurduq. Buzluqdan çıxmış tumsuz zoğalı soğanın üzərinə əlavə elədim. Su qaynara düşdü, duz əlavə edib düyüləri əlavə etdim. Qazana yağ əlavə edib üzərinə lavaş sərdim. Üzərini qapaqla örtüb qoyuruq dəmə. Əti əlavə elədim. Üzərinə ətin suyundan da tökdüm. Vamxodda pişiririk. Balqabağı dilimləyib qabığını soydum. Biraz su əlavə edib pişirirəm. Üzərinə yağ əlavə etdim. Aşımız da dəm aldı. Yeməyimiz hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Videonu bəyənməyi, kanalıma abunə olmağı unutmayın.